İtaliyanın Napoli klubunun zədəli futbolçusu Romelu Lukaku, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda Qarabağla keçiriləcək oyunda iştirak edə bilər. Telegraf xəbər verir ki, Belçikalı hücumçunun bərpa prosesi gözləniləndən daha yaxşı keçir. Daha əvvəl Neapol təmsilçisinin baş məşqçisi Antonio Conte Lukaku'nun ən tezi dekabrın əvvəlində sıraya dönəcəyini bildirmişdi. Lakin Napolinin xəstəxanasından gələn son xəbərlərə əsasən bu bir qədər tez, noyabrın son günlərində baş verə bilər. Qeyd edək ki, Romelu Lukaku cari mövsüm başlamazdan əvvəl Yunanistanın Olympiakos komandasına qarşı yoldaşlıq oyununda zədələnib. Napoli-Qarabağ matçı noyabrın 25-də baş tutacaq.